Salam, belə bir məsələnin izahına baxaq. Kənar horizontal ilə B məntəqəsi arasında temperatur fərqi 1,8 dərəcə Selsidir. A və C məntəqələri arasında atmosfer təzyiqi fərqini istəyir bizdən. Deməli, B və C, üzr istəyirəm, B və kənar horizontal. B və kənar horizontal arasında 1,8 dərəcə temperatur fərqi var. Kənar horizontalda 0 metr olduğunu göstərir. Biz bilirik ki, 1000 metr hündürlükdə temperatur 6 dərəcə Selsi azalır. Bəs 1,8 dərəcə Selsi fərq üçün bizə neçə metr hündürlük lazımdır? Buradan x-i tapsaq, 300 metr olduğunu taparıq. Deməli, B ilə kənar horizontal arasında 300 metr fərq var. Buradan kəsmə yüksəkliyi tapsaq, 1, 2, 3. 3 kəsmə yüksəkliyi var. 300 metri də 3-ə bölsək, kəsmə yüksəkliyində 100 metr olduğunu tapdıq. Deməli, birinci horizontal 0 metr, sonra 100 artar. İkinci horizontal 100, 200, 300 və 400 horizontalları taparıq. İndi bizdən nə istəyir? A və C məntəqələri arasında atmosfer təzyiqi fərqini. A nöqtəsi 400 metr hündürlükdədir. C nöqtəsi 100 metr hündürlükdə. Aradakı fərqi tapsaq, A və C arasında 300 metr hündürlük fərqi var. İndi biz bunu təzyiq fərqinə çevirsək, bilirik ki, hər 10 metr yüksəklikdə təzyiq 1 mm civə sütunu azalır. Bəs 300 metr yüksəklikdə nə qədər azalır? Buradan da x-i tapsaq 30. Deməli, A və C nöqtələri arasında 30 mm civə sütunu təzyiq fərqi olar.